Bismillahirrahmanirrahim. Bir sual edirsən. Bir suala bir neçə cavab verilir. Qalırsan mətal. Bu cavabların hansı doğrudur? Bu çox ziyanlı bir şeydir. Bir suala bir neçə cavab verməyin ziyanı barəsində Əli əleyhissalam buyurmuşdur. Bir suala verilən cavab çox olan zaman düzlük, yəni cavabın düzlüyü gizli qalar. Yəni sual soruşan şək və tərəddüdə duçar olar və sualın cavabının hansı olduğunu bilməz. Allah həmd eləyə İzzət Cəlalına, özü hər birimizə yar və yardımcı olsun inşallah.